İman əhli olandan sonra, iman ismindən sonra fasik isminə inmək necə betərdir? Şübhəsiz ki, tövbə etməyənlər zalimlardır. Baxırsan, görürsən ki, subhanallah, ləqəblər gendirir. Yəni, adam zəncidir, qara dərilidir, qardaşımızdır, Azərbaycana xoş gəlib, səfa gətirib, şərəf gətirib. Bizim futbol komandalarını təmsil edir, Azərbaycanın bayrağını qaldırır. Misal üçün, namaza gəlir, namaz əhlidir, müsəlmandır. Görürsən ki, eşitmişəm, bunu şahid olmuşam. Qarabala imkan ver, girsin birinci safa. Qarabala nədir? Allahu Akbar. Bu nə ləqəbdir? Allahu Akbar, onun rəngini sən mi yarattın? Onun bəşərinə, dərisinə o rəngi sən mi verdin? Yoxsa sən onun xaliqinin sənət əsərindən narazısan? Əslində sən kimə laf uzadırsan? Onu xəlq edən, o bəşəri ona seçib məsləhət görən musavvur, əl-bədi', əl-xaliq, əl-bəri olana qarşı əslində sən bu kəbiranın lap o yanına keçdi. Allahu müstəan. Qarabala nədir?